Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 8 noyabr 2025-ci il Zəfər bayramıdır. Bütün Azərbaycanın Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə, müharibə iştirakçılarına can sağlığı versin. Allah ordumuzu qorusun. Bugün möcüzəvi arı məhsullarından yenidən bir qarışım hazırlayaram. Bakıda İlham müəllim üçün inşallah bugün hazırlayıb, bugün də özüm apararam. Bunlar nədən ibarətdir? Yenə də bir-bir sizə göstərirəm. Arı südü, homogenat, güləm, bütün bunlar buz kameralarında saxlanılmalıdır. Getdik. Birinci bizə 500 qram bal lazımdır. 11, 18, 25-ci avqust bu bal süzülüb. Ay maşallah. Adamın şəkili düşür buna. İyun ayında süzdüyümüz bal artıq xarlaşıb. Ona görə də mən avqust ayında süzdüyümüz baldan qoyuram. $866 qram. Bu banka çəkisi az gəlir, 300 qram gəldi. Burada 560 qram bal var. Keçirik əsas məsələlərə. Homogenat. Mən bunları salafan paketlərdə ona görə saxlayıram ki, dostlar, salafan paketlərdə nə qədər lazımdırsa mən çəkib verirəm. Yəni bir dəfə buzunu açmaqla istifadə edirəm. 117 qram. Halal xoşum. Arı südümüz deməli 5 qram. Bu da 5 qram. 10 qram arı südü götürdük. Buzu açılana qədər bir qədər saxlayaq, gözləyərik. Deməli baxın dostlar, buz dolabında olmalıdır. Buz bağlamalıdır. Bunun saxlanma qaydası budur. Bu da bizim düzgün qaydada saxlanılan güləmimiz dostlar. Baxın. Bunları saxlayaq. Qoy donu açılsın. Bu da həmin güləmin üyüdülmüş forması. 180 qram dostlar. 150 qram sifariş vermişdi. Biz 170 qram təmiz burada çəkilmiş güləm var. Belə demək. Homogenatı əlavə edirik dostlar. Homogenatın da götürmə qaydasını mənim bütün kanallarımda paylaşmışam dostlar. Mən əsasən də bu homogenatı may ayında, yəni ən gözəl çiçəklər açan vaxtı, həm də arılar biraz nektar da daşımağa başlayır. Yəni bu homogenatı süzəndə artıq bunun tərkibində azca nektar da olur. Çox gözəl dad verir. Çox faydalı bir məhsuldur. İndi mən həkimlik eləmək istəmirəm burada.
İndi başlayaq arı südünü əlavə etməyə. Yavaş-yavaş donu açılır. Qaqaş, yaxşı qızdırmamısan. Əla. Açılmaq istəmir. Arı südünü də necə götürmək olar? Yəni bu haqda da videolar paylaşmışam. Kanallarımda, istər YouTube, istər digər kanallarda. Onu açılacaq, sonra onu da əlavə edərik. Keçdik güləmimizə. Baxın dostlar. Homogenat, arı südü, xalis bal və güləm. Xırdalanmış formada, yəni üyüdülmüş formasında hissə-hissə əlavə edirəm ki, bankaya yerləşsin. Deməli dostlar, nə üçün bu taxta qaşıqla qarışdırıram? Çünki arı südü və homogenata dəmir qaşıq, dəmir bıçaq, ümumiyyətlə dəmirlə təmasda gərək olmasın. Bunu qəbul edəndə də mütləq taxta qaşıqla və yaxud plastik qaşıqla istifadə edin. Siz də bu cür möcüzəvi qarışımdan istəyirsinizsə, dostlar, sifariş verin, hazırlayaq. Demək, bir balaca banka yarı qaldı deyə biraz da güləm özümdən əlavə edirəm ki, yəni onun qorxusu yoxdur. Yağ ilə necə ki plovu korlamaq olmur, bax bu da eyni bir şeydir. Halal xoşunuz olsun. Birazca da burada arı südümüz qalmışdı. Buzu açılmağını gözləyirdik. Bunu da əlavə etdik. Əssalam. İndi də nə edirik dostlar? Deməli, baxın bu bizim Lənkəranımızın brendi. İndi biz bu bankanı buradan çıxarıb möhtəşəm qarışığımızı yerləşdirib İlham müəllim üçün göndərərik Bakıya. Bu məhsullar da bizim öz bağımızın məhsuludur. Halal xoşunuz olsun.